Əgər gülərkən, öskürərkən, ağır qaldırarkən və ya idman zamanı CD qaçırırsınızsa, tez-tez tualet axtarırsınız, suyu az içirsiniz çünki nəzarətsiz CD qaçırmadan əziyyət çəkirsiniz və ya tualetdə son damlaya qədər getməyə çalışırsınızsa, bu simptomlar sizə tanış ola bilər. Çox xoşagəlməz şikayətlərdən biri də cinsi əlaqə zamanı CD-yi saxlaya bilməməkdir. Bu hallar gündəlik həyatda çox sayılı narahatçılıq və məhdudiyyətlər törədir. CD qaçırma norma deyil və buna öyrəşmək lazım deyil. Əgər sizdə stres və ya təcili tip CD qaçırma varsa, ilk addım əməliyyat deyil, reabilitasiyadır. Çanaq tibi əzələləri düzgün işləmirsə, problem həll olunmur. Hətta əməliyyat lazım olsa belə, nəticə yenə də əzələlərin vəziyyətindən asılıdır. Reabilitasiya olmadan effekt çox vaxt uzun müddətli olmur. Əgər bu sizə tanışdırsa, artıq dözmək yox, həll etmək vaxtıdır.